Bugün işdən gələndə fikirləşdim ki, axşam özüm üçün gözəlləşdirim. Uzun iş günündən sonra çox istədiyim şey həyətimizdə samavar qaynatmaq və çay içə-içə kitab oxuyaraq istirahət etmək idi. Əvvəlcə başladım həyəti yığışdırdım. Mənə elə gəlir ki, istirahət hər kəs üçün fərqlidir. Elə adam var ki, uzanıb dincəlməyi sevir, elə adam var ki, sevdiyi işlə məşğul olanda rahatlaşır. Mən isə ikinci qrup insanlardanam. Yorğun olsam da, belə xırda işlər mənə çox yaxşı gəlir. Həyəti su ilə yudum, elə bil ki, bütün günün yorğunluğu su ilə birlikdə axıb gedir. Qadın olmaq eyni günün içində 10 fərqli rolu yaşamaqdır. İşçi olursan, ev sahibi olursan, ana olursan. Amma bütün bunların arasında özün üçün kiçik bir an yaratmağı da unutmamaq lazımdır. Samavara baxdım, gördüm ki, vəziyyəti nə gündədir, kirin içində idi. Elə buna görə də onu əvvəlcə təmizləməyə qərar verdim. Metal səthləri təmizləmək üçün Faberlikin təmizləyicisindən istifadə etdim. Çox rahat təmizləndi və əvvəlki parlaqlığı özünə qayıtdı. Və gəldik əsas hissəyə, samavarı yandırmağa. Onu yandırmaq o qədər də asan olmadı. Xırda odunları yandırdım, söndü, çünki külək var idi. Bir də yandırdım, bir də söndü. Bu demək olar ki, 1 saat vaxtımı aldı. Gülməyin əsas odur ki, axırda bacardım. Başa çatır bu oyun. Bitti bitmez 120 dəqiqə. Bitti bu 10 nəfərlə davam edən məşəqqət. Çayımı dəmlədim. Kitabımı götürdüm, fikirləşdim ki, indi sakit axşamın dadını çıxaracağım. Amma həyatın ən gözəl tərəfi də elə budur. Hər şey planlaşdırdığın kimi olmur. Samavarın şəklini paylaşmışdım. Bir də gördüm qapı döyülür, hamı bizə gəlib. Beləcə sakit kitab saatı ailə çay dəzgahına çevrildi. İşdən sonra özümə ayırmaq istədiyim axşam planlaşdırdığımdan tamam fərqli keçdi. Amma bəlkə elə buna görə də daha gözəl oldu.